Hər vaxtınız xeyir. Azadlıq Radiosu TV kanalında Xəbər Ətər proqramıdır. Praqa studiyasında sizinlə mən, Vaqif Məmmədli, bugünkü xəbərlər. Avtoritar rejimlərin məğlubiyyəti qaçılmazdır və Əliyev rejimi də məğlubiyyətə məhkumdur. Bunu Musavat Başqanı İsa Qəmbər partiya üzvü Fərəz Kərimlinin həbsinə münasibət bildirərkən deyib. Fərəz Kərimlinin iyulun 20-sində saxlanıb narkotik maddə saxlamaqda ittiham olunduğu bildirilir. Fərəz Kərimli Musavat Gənclər Təşkilatının üzvü, partiyanın rəsmi internet səhifəsinin rəhbəridir. İyulun 17-sində eyni ittihamla onun böyük qardaşı Siraj Kərimli də tutulub və barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Azərbaycan İnsan Haqları insan inkişafına görə 187 ölkə arasında 76-cı yerdədir. BMT-nin insan inkişafı ilə bağlı yaydığı son hesabatda belə deyilir. Azərbaycanın qonşuları Gürcüstan 79-cu, Ermənistan 87-ci, Rusiya isə 57-ci yerdə gəlir. Öndə isə Norveç, Avstraliya və İsveçrə gəlir. Hesabat bu ölkələrdə insanların gəliri, təhsil, səhiyyə və sosial müdafiənin vəziyyəti kimi amillər əsasında hazırlanıb. Ətraflı Azadlıq Radiosu az saytında. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda D18 hərəkatının təşəbbüsü ilə ilin rüşvət alan və almayan müəllimi və ilin avtoritar rektoru mükafatlarının təqdimatı olub. Tədbirdə media və ictimaiyyət nümayəndələri iştirak edib. Hərəkatın rəhbəri Ruslan İzzətli bildirib ki, hər il ölkənin təhsil sistemində korrupsiya artdığından universitet tələbələri arasında belə bir sorğu keçiriblər. Sorğunun nəticələrini sizə Müşfiq Cabbar çatdırır. Tələbələr ən avtoritar və ən rüşvətxor müəllimlərini seçdi. Bu iddianı D18 hərəkatı mətbuat konfransında dilə gətirib. D18 hərəkatı təhsildə rüşvətə yox deyərək universitet tələbələri arasında sorğu keçirdi. Hərəkat 3 yönlü səsvermə təşkil edib. Həm canlı tələbələrlə görüşərək universitet heyətlərinə keçirildi, həm hərəkatımızın rəsmi səhifəsi vasitəsilə sorğu anketləri qoyuldu, oradan dolduruldu və dostlar sosial şəbəkə vasitəsilə e-mail yazaraq hansı müəllim rüşvət alır və ya hansı müəllim rüşvət almır adlarını qeyd edirdi. İlk dəfə təhsildə rüşvətə yox deyək adlı sorğu ilə diqqət çəkən D18 hərəkatı 2013-cü ildə fəaliyyətə başlayıb. Hərəkat belə adlanmasını Azərbaycan Cümhuriyyətinin yaranma ilinə bağlayır. Məqsədimiz bu idi təbii ki, rüşvət alan müəllimləri ictimai bir qınağa çəkilsin ki və bir növ çəkinsinlər ki, rüşvət almaq nə qədər həm təhsilli, həm Azərbaycan gəncliyinin gələcəyini uçuruma aparır. Rüşvət almayan müəllimləri isə bir nümunə olaraq cəmiyyətə təqdim etmək istirdik. Səsvermədən bəlli olub ki, rüşvət aldıqları iddia edilənlər arasında gənc müəllimlərin sayı azdır. D18-in sədri Ruslan İzzətli belə deyir. Siyasi hakimiyyətin və universitet rektorunun qorxusundan bu tədbirə gələ bilmir ki, sən filan siyasi tədbirdəsən. Niyə mənim başqa bir müəllimim Slavyanda rüşvət alan müəllim kimi qeyd olunur, amma digər müəllimin rüşvət almayan müəllim kimi qeyd olunur və bunun qorxusundan gələ bilmir. Jurnalistin peşəsi çəkmək. Səsvermədə təkcə müəllimlərin deyil, rektor və prorektorların da adı hallanıb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da mükafatçılar arasındadır. Əgər buna mükafat demək olarsa. Bir universitet rektoru isə ilin ən avtoritar rektoru seçildi. Bu, Bakı Dövlət Universitetinin rektoru, hər kəsin tanıdığı, tələbəni təhqir edən və tələbəni döydürən Abel Məhərrəmov ilin ən avtoritar rektoru mükafatına layiq görülür. Bu sorğudan danışarkən nəticələri iyulun 4-də açıqlanan səsvermə də yada düşür. Facebookda Azərbaycan Universitetləri səhifəsi bənzər sorğu ilə Abel Məhərrəmovu ilin ən yaxşı rektor elan etmişdi. Amma bu səhifədə yaşanan bir təzad da istifadəçilərin diqqətindən yaymayıb. Topluluq açıqlanarkən öncə birinci yeri Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidovun qazandığı bildirilmişdi. Bir həftə sonra mükafat Abel Məhərrəmova verildi. Adminlər bu təzadla bağlı şərh vermək istəmədilər. Tədbir heç də mənfi notlarla yekunlaşmadı. Hərəkat rüşvət almayan müəllimləri nümunə kimi önə çəkdi. Mənə elə gəlir ki, rüşvət almamaq, normal müəllim olmaq, tələbələrlə ünsiyyət saxlamaq adi bir insana xas olan keyfiyyət olmalıdır. Yəni buna belə böyük bir dəyər verilməməlidir. Amma cəmiyyətdə o qədər degradasiya gedib ki, dəyərlər o qədər alt-üst olub ki, təbiidir ki, belə bir şeyi biz dəyərli bir şey kimi təqdim edirik. Yeni keçirilən sorğuya gəlincə D18 hərəkatı belə səsvermələrin davamlı olacağını bildirib. Yenə biz bu aksiyaları davam etdirəcəyik və hər ildə ilin avtoritar rektoru və inanıram ki, gələn dəfəki sorğumuzda ilin ən demokratik rektoru mükafatını kiməsə verə biləcəyik. İnanıram mən. Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan biri də şagirdlərin yeni qiymətləndirmə sistemidir. Məqsəd təlim və tədris prosesinin təkmilləşdirilməsi, şagirdlərin uğurları barədə obyektiv məlumatlar əldə edilməsi və dövlət təhsil standartlarının monitorinqinin keçirilməsinə imkan yaratmaqdır. Şagirdlərin yeni qiymətləndirmə sistemi ölkədə nə cür qarşılanır? Ətraflı Nəzrin Nəzirovanın reportajında.
Birinci yarım il 5, ikinci yarım il 2, illik 2. Birinci yarım il 2, ikinci yarım il 5, illik 5. Yeni dərs ilində məktəb daxili qiymətləndirmə belə olacaq. Ümumtəhsil məktəblərində məktəb daxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimatdakı dəyişiklikdə belə deyilir. Məsələn, şagird dərs ilinin birinci yarımilliyində 5, ikinci yarımilliyində 2 alırsa, onun illik qiyməti 2 hesablanacaq. Əvvəlki qiymətləndirmədə o şagird 3 alacaqdır. İstər-istəməz sual doğur. Dəyişiklik niyə vacib sayılıb? Təhsil Nazirliyinin sektor müdiri Emir Əmrullayev bu sualı cavablayıb. O deyir ki, bu dəyişiklik şagirdlərin dərs məsuliyyətini artıracaq. Sektor müdirinin fikrincə, dəyişiklik müəllim və şagirdləri dərs ili boyunca ardıcıl çalışmağa sövq edəcək. 1.300.000 insan, belə deyək, şagird əvvəlki təlimata uyğun olaraq ikinci yarım ildə, əgər birinci yarım ildə müsbət qiymət alırsa, ikinci yarım ildə onun oxuması üçün belə bir qiymətə görə oxuması üçün bir insentiv yox idi. Amma indi artıq şagird daha çox məşğul olmalıdır və başa düşməlidir ki, əgər ikinci yarım ildə o müsbət qiymət almazsa, onun birinci yarım ildəki nəticələrinin elə bir əhəmiyyəti olmur. İnsan beyni elə qutu deyil ki, o deməli hər şeyi tutsun. O elə qutudur ki, daim boşalır və dolur. Təhsil eksperti Nəbatəli Qulamoğlu dəyişikliyin uğur gətirəcəyinə elə də inanmır. Dəyişiklik ilə bağlı Təhsil Nazirliyindən gətirilən arqumenti qismən doğru saysa da, o, məsələyə başqa bucaqdan baxmağı tövsiyə edir. Müəllim birinci yarım ildə 2 qiyməti yazacaq uşaqlara və ikinci yarım ildə onun üçün imkan yaranacaq ki, hər hansı bir xahişləri qəbul eləsin, yaxud hər hansı bir bəxşiş qəbul eləsin şagirdin valideyni tərəfindən və onun qiymətini düzəltsin. Bir növ müəllimlə asılı, subyektiv amildən asılı vəziyyətə düşəcək. Ekspert hesab edir ki, nazir imzaladığı qərara yenidən göz atmalıdır. Bu məsələyə şəhər sakinləri də bir mənalı yanaşmır. Kimi dəyişikliyi tərifləyir, kimi də yenə işin xarabı çıxacaq deyir. Uşaq birinci ürüb 5 alıbsa, ikinci ürüb 2 alıbsa, 2 ala bilməz ürübdə. Çünki onun axı 5 alıbsa 3-ə çıxa bilər. Ya da var da o müəyyən şərtlər var. Amma əslində şagird, ümumiyyətlə şagirdin müəllimin nüfuzu ölübdür. Bax, bir dənə onu deyirəm ki, mən müəlliməm, biləm ki, müəllimin nüfuzu ölübdür. Hər halda Təhsil Nazirliyi bizdən çox bilir. Yəni, dəyişiklik isə, yenilikdirsə, ümid edirəm, yaxşıdır. Yəni, innovativ nə varsa yaxşılığa doğrudur. Yüksək vəzifədə işləyənlər var. Bununla məşğul olsalar, biraz yaxşı olar. Bizim qızlarımız, oğlanlarımız, gənclərimiz institutlar yaxşı qəbul olar. Bir yandan bu düzdür, ancaq bir yandan düzdür. Rüşvətsiz heç nə yoxdur. Məktəbə gedirsən, 5 deyirsən, 3 deyirsən, müəllimlər hamısı rüşvət alırlar. Hamısı, o 100%-dir. Onun söhbəti ola bilməz. Ona görə onun üçün yaxşı möhkəm baxmaq lazımdır bu işlərə. Emin Əmrullayev həm təhsil ekspertinin, həm də sakinlərin narahatlığına aydınlıq gətirmək istəyir. O həm müəllimlərin, həm də şagirdlərin sui-istifadə hallarına toxunaraq bunu təhsilin deyil, mənəviyyatın problemi saydığını bildirdi. Hansı daha önəmlidir? Yəni bizim üçün önəmli məsələ şagirdin davamlı olaraq təhsilinə diqqətli və məsuliyyətli yanaşmasıdır. Yəni bu halda bizim fərziyyəmiz bundan ibarətdir ki, vətəndaş, istənilən Azərbaycan vətəndaşı özünün təhsilinə məsuliyyətli yanaşır. Amma vətəndaş tərəfindən əgər öz bilik əldə etməyə məsuliyyətsiz yanaşılırsa, müəllim tərəfindən qanunlar pozulursa, bu halda yalnız biz artıq buna hüquq müstəvisində baxa bilərik. Ekspert isə bildirir ki, bu məsələdə birbaşa Təhsil Nazirliyi cavabdehdir və sui-istifadə hallarının olmaması mexanizmi hazırlanmalıdır. Sovetski sökülür, amma orada hələ də dövlətin təklif etdiyi kompensasiya ilə razılaşmayıb evindən çıxmayan, havası, yolu kəsilən sakinlər var. Onlar təklif edilən kompensasiyaya heç yanda ev ala bilməyəcəklərini deyirlər. Söhbət hər kvadrat metr üçün 1500 manatdan gedir. Təkcə Sovetski yox, ümumiyyətlə paytaxtın müxtəlif yerlərində söküntü işləri aparılır, cəmaət müxtəlif şərtlərlə evindən köçürülür. Hər dəfədə təklif edilən kompensasiyanın məbləği sakinləri qane eləmir, mübahisə düşür. Ədalətli kompensasiya nə qədər olmalıdır? Sakinlər hansı məbləği ədalətli sayır? Rəvan Seyfullanın Bakı küçələrində keçirdiyi sorğuya baxaq. Hər halda siz indi onları çox az verirlər, 1500 manat.
Mənə elə gəlir ki, o 1500 manatdan heç də almaq olmaz. Nə qədər olmalıdır? Nə bilim, haradasa biraz artıq olmalı da. Nəzərə almaq lazımdır ki, evlərin qiyməti də 30%, keçən televizorda deyirlər ki, 30% qalxır. 30%-ə görə, qalxmağa görə 1500 manat elə çıxır ki, çox azdır. Ona görə, elə adamla 10 kvadratdır, elə bir adamla 15 kvadratdır. Onunla nə almaq olar? Bakı kəndində yaşayanlara heç olmasa bir yaxşı pul versinlər ki, onlar deyə özlərini ev alsınlar. Cəmaat var, heç olmasa 2500-dən, 3000-dən versinlər. 1500-dən bunların işi düzəlmir heç. 11 kvadrat olan 16.500 pul verirlər. 16.500-dən nə alsın? Nə alsın, yox. Qalıb küçədə. Belə şeylər var. Nəzərə alınmalıdır hər bir şeylər. Ailəyə yetə biləcəyi qədər də hər halda ailə başına elə verilməlidir ki, həmin ailə başqa bir yerdə yerləşə bilsin. Bir 3000-4000 olar da, təxmini, mən də bilmirəm indi orada ev nə qədər kvadrat metr deyil, təxmini də. Hökumət bilər. Şəhərin mərkəzində bahadır həm də evdə. Azla da gedib harda ala bilərlər onlar. Çünki örgəşiblər, onlar əvvəldən yaşayıblar sentrdə. Qıraq yerlərdə nə bilim onlar. Mən fikirləşirəm ki, azla razılaşmazlar. Qabaqlar 3000, 4000 adam başına verirlər, indi onu verirlər. Adam başına sərf verir. 2500. Niyə? Niyə belə söylüyorsun? Şəhərin mərkəzidir, ən azından metroya yaxın, yəni Targolda bulvar hamısı əllərinin içindədir. Sabir Park, İçəri Şəhər Park, yəni hamısı yaxındır. Xüsusən uzaq bir yerə Yəni hər yerdə belə olsa da, onda 1500 hər yerdə var elə qiymət. Yəni artıq onun nə fərqi oldu şəhərin mərkəzində? Təxminən 2000-dən verməlidirlər də. Yəni 2000? Şeydə yaşayırlar, mərkəzdə yaşayırlar. Öz ana, baba yurtlardır. 2000-dən versələr, 2500. Mən eşitdiyimə görə, atamın açdığına görə 2500 verir, 3000 ki, beləsi var 1500 verir, yəni az verir. Cəmaət də kasıbdır, biri var, bir otaqlıdır. Bir otaqlıya görə nə qalsı kvadrat var, indi yaşayan biz var. Cəmaətə şəraitə başa düşmək istəmirlər. Hər halda öz evinin məbləğində ola bilər də. Öz evinin məbləği nə qədər olsa, bir də ki, yaşadığı yeri nəzərə alınmalıdır. Şəhərin mərkəzindəsə məncə 2000 ola bilər. 2000-dən aşağı az olar. Ən azından 3000-4000 arası pul ödəmək. Mərkəzdir bura, mərkəzdir. Mən istəmirəm ki, gedim kənddə yaşayım, hansısa belə qıraq ətrafda yaşayım. Niyə görə ki, mən bura öyrəşmişəm. Şəhərdə yaşayır o neçə ildir. Mən məsəl üçün neçə il şəhərdə. Gedirlər, alırlar masajır, nə bilim. Heç olmasa 2000-dən versələr, 2200-dən. Yəni yaxşı bir yerdə də ev alaq. Mən özüm Bakının mərkəzində yaşayıram. Bizdə Sovetskidə yaşayıram. Vallahi sərf eləmir bizlərə. Yəni ki, onlar dediyi qiymətlə biz ancaq geri Bakıdan çıxaq qırağa. Gedək nə bilim, masasırda. Halbuki ömrü boyu Bakının mərkəzində yaşamışıq da burada. 4 otaqlı evdən çıxıb mən gəlib 2 otaqlı evdə niyə yaşamalıyam axı? Kimsə burada indi bağ tikəcək, nə bilim nə tikəcək, özü bilər. Ya bina tikib orada nəsə gəlir qazanacaq. Ancaq şəhərin ortasından didərgin salır. 2 ay bundan əvvəl Azərbaycanın qərb bölgəsinə düşən güclü dolu böyük fəsadlar törətsə də hələ də əhaliyə dəyən ziyan aradan qaldırılmayıb. Xüsusilə də Daşkəsəndə yumurta boyda dolu evlərin damını deşik-deşikləyib, təsərrüfata ciddi ziyan dəyib. Amma bu günədək zərər dəymiş sakinlərə heç bir dövlət yardımı göstərilməyib. Cəmaət yağış və günəşdən çadırla qorunur. Ətraflı Günlür Raqif qızının reportajında. Baxın elə ev hündürlüyü çox yaxşı görünmür. Belə çəkə bilərsiniz oradan baxın belə. Hər yer çəkə bilərsiniz. 2 ay öncə qərb bölgəsinə güclü dolu düşüb. Dolu çoxdan əriyib çaylara qarışsa da nəticələri hələ də göz önündədir. Özəlliklə Daşkəsəndəki mülklərə ziyan dəyib. Rayonun mərkəzində kəsik dağlardan boylanan çoxmərtəbəlilərlə yanaşı xeyli sayda həyət evləri də görünür. Yağan doludan sonra evlərin sınıq şaltaq çardaqlarının dağılmış hissələrinə düzülmüş iridaş parçaları elə rayon mərkəzindən diqqət çəkir. Narazılığımız oldu, dolu vurdu evləri, bütün şiferlər dağılıb hamısı. Gəldi, yazdılar, sonra heç kim gəlib maraqlanmır. Binaları dəyişib, deyir, həyət evlərinə hələ imkan yoxdur, qalıb belə. Bizdə mənim 2 dənə hərbiçi oğlum var. Özüm də 2-ci qrup 50. İmkanım yoxdur, evimizdə qalıb belə elə. Heç kim maraqlanmır. Yağış yağır, evin içinə girib baxa bilərsiniz. Bütün yağan yağış hamısı evin içində. Yağdı, bütün evin krişasının hər yeri dağıldı. Təzə remont elətdirmişdi, evimiz bütün batıqdı. Su düşüb hər tərəfdən. Bu tərəfdən bütün suvaqlar tökülüb. Heç ağrı yoxdur evə. Bütün günü evdə palçıq daşımışıq. Şeydən, göydən tökülən şeyləri təmizlədik. Baxın, yağış yağanda su düşən yerlərdə hamısı.
Etibar Cəfərov hər gün yağış suyundan islanan evin əşyalarını göstərir. Deyir ki, ötən aydan heç bir əşyanı yerində saxlaya bilmirlər. Yağış başlayınca gah dəhlizə sürüyürlər, gah da daha az yağış düşən otaqlara. Pis vəziyyətdə qalmışam. 2 dənə oğlum hərbiçidir, özü də postdadır, ən pis yerlərdədir. Erməni ilə üzbəyüzdür. Biri həqiqi hərbi xidmətdədir, bir oğlum müddətdən artıq xidmətdədir. Mən də ikinci qrup əlləm, heç cürə imkanım yoxdur ki, biz çıxılmaz bir vəziyyətdə qalmışıq. Göy rəngli beyt çadırlar Daşkəsənin Azər Abdullayev küçəsindəki bir çox evləri həm yağışdan qoruyur, həm də günəşdən. Dolu ilə əlaqədar olaraq çadırların da qiyməti qaldı. Cəmaət 20 manata, 25 manata alırdı, indi 37-40 manata qaldırıblar. Yəni imkan yoxdur ki, onu gedib alasan. Pensiyalan adam neyə bilər? 170 manat pensiya alırlar, mən nə qədər çadır alırım? Baxın, hamısına su düşübdür belə. Təzə heç şey eləməmişik. Hələ heç yığışmamışdıq. Buralara baxın, hər yer. Sakinlərin dediyinə görə hadisə günü rayon Fövqəladə Hallar Komissiyasından da, icra hakimiyyətindən də gəlib zərər dəymiş evləri qeydiyyata alıblar. Yardım edəcəkləri barədə vəd də veriblər. O vaxtdan 2 ay ötsə də rəsmilərdən bir xəbər ətər yoxdur. Getmişik deyirlər, hələ binalar dəyişməlidir. Hələ məhlələrin kimi sığortası var. Bu təbii fəlakətə nə sığorta? Prezidentimiz əgər deyirsə bunu eləməlidir da, kim olur olsun. Yağış yağan kimi hamısı tökülür yerə. Kirəmitlər qalınlığı da çox. Dolu yekəli yumurta boyda idi. Hamısı qırıq-qırıq elib töküldü. Allah göstərməsin. Daşkəsən rayon icra hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev deyir ki, güclü dolu 15-ə yaxın çox mərtəbəli yaşayış binasının, eləcə də onlarla həyət evinin dam örtüyünü sıradan çıxarıb. Əlavə edir ki, çox mərtəbəlilər daha çox zərər görüb. Odur ki, ilk olaraq onların daha sonra həyət evlərinin təmiri reallaşacaq. Cavanşir Qocayevin dediyinə görə yaxın 2 ayda bütün evlərin dam örtüyü yenilənəcək. Bu, müxbirimiz Gülnur Raqif qızının Daşkəsəndən verdiyi reportajıydı. Xaçmazın Alekseyevka kəndində isə bir məmurun ucbatından yayın bu cırhacırında cəmaət suya həsrət qalıb. Kəndə gələn su kanalı quruyub. Esmira Cavadova xəbər verir. Bu kişi torpağın alandan sonra, əvvəl bunun torpağı yox idi burada. Bu kənddə torpağı alandan sonra biz suya həsrət qalmışıq. Həqiqətən. Yadırla bu torpaq kəndçilərin də ki. Kəndçilərin də. Kəndçilərim satır. Sən yerində satmısan. Mən satmamışam. Mən yerimdə satmışam. Bu Bakıdan torpaq getirməyib ki. Ay cəmaət satıb cəmaət alandan sonra qardaş qalmış. O da belə arı. Xaçmazın Alekseyevka kəndində əkin sahələrinin bir hissəsi susuz qalıb. Günah kimdədir deyə soruşanda burada torpaq alıb fermer təsərrüfatı ilə məşğul olan bir nəfərin ucbatından susuz qalmışıq deyirlər. Sakinlərin iddiasına görə o adam, bir məmur, kəndə gedən su kanalını kəsərək öz əkin sahələrini suvarır. Beləcə Alekseyevka kəndi susuzluqdan çatlayır. Bir el yumağa tapmırıq, ayaq yumaq bizə tapmırıq, belə yaşayış olar. Yox, anne kırattı mı? Yazıqda qılıb biz kalxaz dövründə can qoymuşam parça. Nə krantın var, nə son var, tək arbadan, nə heç nə. Lap qırıladıq biz sudan içirik, valla qırıladıq. İstəyir içməli su, istəyir kran suyu. İtin zülümündə qalmışıq. Biz də axır istəyirik ki, bir Azərbaycanlı kimi heytimizdə su olsun, yaxşı şəraitimiz olsun. Bu hansı zamanədə yaşayırıq biz? Atını getiririk. İçməli suyumuz, nə bileyim. Siz arasa müraciət eləmişsiniz. Rayona gitmişik, ərizə yazmışıq hamısına. Su nazirinə, laf məndən rayona gitmişik. Tu hamısı 27 nəfər adam gəlmişik planlardan. Xeyri yoxdur. Bəs nə deyirlər sizə? Gözləyin çəkəcək soğuk tarih getdi. Məsələn, nə işin var? Bir yaşarıq var. Bu sahədə 5 addım aralıdakı susuzluqdan əsər əlamət yoxdur. Kənd sakinləri bu ayrı seçkiliyə neft şirkətinin vəzifəli bir şəxsinin səbəb olduğunu deyirlər. Yuxarıda ev tikənlər var, bax içində ev tikirlər. Onlar vermir bizə suyu. Onlar vermir bizə suyu. Tikib baxıyıq bəndə əksində. Əcdahalar oturub bəndə əksində hələ bir qədər. Suda hələrdə yanır tərvəz. Nalokdur, naloku verirəm. Su puludur, gəlir su pulun verirəm. Ancaq ki, su yoxdur, arx suyu yoxdur. Bilmirəm, yuxarıda deyirlər, alimdir, professordur. Mən bilmirəm kimdirsə. Suluyur, su çatmır bizə. Başqa mən nə deyim? Bu nə vaxtdan gəlib ki, bu alim? Bilmirəm, mən gözümlə görməmişəm düzündüsə. Axır eşitmişəm, kimdən soruşursa, mən yoldaşım, mən tək qadınam. Kimdən soruşuram, deyir ki, orada kimsə hektarlarla yerlər torpaq alıb, su suluyur.
Kəndlilər susuzluqdan şikayətlənə üzərinə sokar yazılmış lövhənin yanından ötüb deyilən əraziyə yollanırlar. Burada qarşısı kəsilən su kanalını göstərib söylədiklərini təsdiqləyirlər. Ay bu vardı 5 sahibi 2 nəfər var da. Ay ki 500 ev 2 nəfər sudan su. Ay nə nisbət? 500 ev 2 nəfər. Heç bundan qabaq gəlirdi kanal su dolu gələndə. Ay kişinin üç gəlməyib. Yo dolu gəlmir. Gəlib su arızlıysan. Gəlməyib yaxda. Neçə dəfə gəlməm ben burada dağıtmışam şeyin. Əldə müşük. Kimi? Mən dağıtdım. Alim ben dərin. Qardaş siz bu suyun... Alimi bəndi deyilə bura. Kim bəndidir? Mənim bəndim. Bura sənin, mənim torpaqlarım. Mənim torpaqlarım var. Qardaş bu suyu niyə buraxmırsınız ki kəndə? Ki? Yəni siz buradan niyə ona getmirsiniz? Yaxşı siz buraxmırsınız. Axı niyə getmir? Sənin gözünə dönüm. Git kanalı çək birinci. Çəkmək istəyən oğlan. Gidip kanalı səviyyəsini çək. Ondan sonra digin ki cemaata. Cemaat su olsun ki cemaata su verir. Yox, biz axı su gəlir, axı bura gəlir. Bir belədir. Kanalda bir belədir su çıxmır. Başa düşürəm. Siz bura gələn sudan verə bilərsiniz biraz cemaata. Mən milləti suyun kəsə bilmərəm ha qardaş. Ay kəsili. Bu cemaat da şikayətli var mısın? Ay bu kim gidiyor? Ne işin var? Bir yaşarıq abi. Elə həmin sahənin nəzarətçisi, özünü Arif kimi tanıdan şəxs mülkiyyətçinin kimliyini açıqlamaq istəmir. Fermer təsərrüfatı. Ne olacaq? Kimsə başqa bir fermer. Fermer. Fermer də cemaata satılan torpağı alıb bu adam. Kim 5 minə satıb, kim 3 minə satıb, kim 12 minə də bu Şaboy kişi satıb, 12 min manatı var buranı. Sən satmamsan? Buranı. Mən də torpaq satım. Sən satmamsan? Mən torpaq satmamışam. Mən torpağımda 4 hektar, 5 hektar torpaq dayanıb durub tənəm atır. Qoyuya bax. Sesi görsən, ama koy bayı. Su görünür. İşte sesi. Bak. Alekseyevka kəndini bir neçə su quyusu, eləcə də Samur Abşeron su anbarı həm içməli, həm də suvarma suyu ilə təmin edirdi. Sakinlər deyir ki, su quyularının təmirinə bir neçə dəfə vəsait ayrılıb, amma... Bura nə bilib, kütük atıblar. Ne bilib, su daha camağa çıxmayacaq. 7 dəfə qoyunu pulları yiyəndən sonra 25 minləri, manatla ya. Pullar silinib ki bura. Tək-tək məhəllələr az da olsa su görüb. Çatmır bu məhəlləyə gəlib çatmır. Qoşur qoşmağına. Hani çıxmır, yuxarı məhəlləyə çıxmır su. Bəs indi necə olacaq? İşıq söndü, indi yananda necə olacaq? Tezən qoşub dolduracaq qoçqaları. Çox məhəllələrdə isə nə məişətdə və əkin sahələrində istifadə etməyə su tapılır, nə də içməyə. Sakinlər qızmar günəş altında qonşu kəndlərdən su daşımaqdan üzlərinin kömürə döndüyünü, bellərinin əyildiyini söyləyirlər. Ümidlərini bu quyunun dibindəki suya, bir də iddia etdikləri kimi kanaldakı suyun qarşısını kəsmiş hansısa məmurun insafına bağlayıblar. Pojarımız olur, su tapmırıq, kanallarda su tapmırıq. Heç nə itin əzabı, biləsən necədir? Belə saymırlar bu kəndi. Heç kimi bax, yesiz bir kənddir bu. Yesiz bir kənd. Körpə uşaq olan ev. Kıratı su gəlir, pul şüyür, gəlir ki pul ver. Biz bırak da bu suyu. Mən də bir kırat istəyirəm. Bu kanaldadır, tapıram əllərimi yoxum. Yığıb qoyuram, ilə müstü işlətirəm. Alekseyevka kənd bələdiyyəsinin sədri Cahangir Eyyubov yaranan su probleminin səbəblərindən danışır. Samur Abşeron kanalı, bilməm, deyilənlərə görə Rusiya tərəfdəndir, kim tərəfdəndir, o kanalın özündə su yoxdur. Yəni, sırf mənim öz şəxsi bağım bu dəqiqə quruyub yanır, su yoxdur. Yüzü arxın dibində gəlir, yəni o şeydə biraz həqiqət var ki, doğrudan da yuxarıda olan o həmin insanlar ki, o torpaq almayıblar, yəni çoxlu böyük bağlar alıblar orada. Başa düşürsünüz. Kənarda gələnlər, yəni onlar sulayıb qurtarmasa, bu yerli cəmaat aşağıda olanlar su sulaya bilmirlər. Bələdiyyə sədri dibində su olub, amma bir kəsə xeyri dəyməyən quyudan da danışır. Oraya deməli kötük yatmışlar. Su var orada. Həmin kötük gedib içəridə şişib, yəni qıraqları tutub. Yəni motor ispat eləmədi, oradan suyu çəkməyə. Yəni az gəldi, hava çəkdi oradan. Hava çəkdi həmin motor, bir dəfə motor qoyuldu. Sonra həmin motor da o bursu quyunun motoru yananda o motoru çıxardıb aparıb qoyduq o bursu quyuya. Fakt bu dağı işləyir, su da vurur. Şimal zonası üzrə Suvarma Assosiasiyasının sədri Rasim Eyyubov da kənddəki su qıtlığını kanaldakı suyun azlığına bağlayır. Gileyli kəndlilər isə şikayətlərində israrlıdırlar. Belə olmasaydı, kənddə çəkiliş apardığımızı görüb, qarşısını kəsdikləri suyu arxa buraxmazdılar. İndi kim buraxdı, Allah razı olsun. Hələ yuxarıdan gəlir, baxmış olur. Sesi gəldi. Yuxarıda Arif edirəm ki, qulağı ses verir. Vedrə ilə aparıb əkən şeylərimi. Vedrə ilə sulayırım, xiyalları dibinə vedrə ilə sulayırım.
Qəzzada ölənlərin sayı artıq 700 nəfəri ötüb. Fələstin rəsmilərinin məlumatına görə təkcə iyunun 24-də İsrail tankının açdığı atəş nəticəsində bir məhəllədə 35 adam ölüb. Onların arasında 18 aylıq uşaq və onun 6 ailə özü də var. İsrail ordusu bir neçə həftədir ki, Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində 140 min fələstinli evini tərk edib, 475 ev dağılıb. ABŞ, Misir, Qətər və Türkiyə Həmasla İsrail arasında atəşkəsə nail olmağa çalışır. İsrail isə bəyan edib ki, ordunun öz missiyasını başa çatdırmasına hələ bir-iki həftə vaxt lazımdır. Və sonda Avropa Birliyi ölkələri Ukrayna böhranına görə Rusiya banklarına qarşı geniş sanksiyalar tətbiq edə bilər. Financial Times qəzetinin yazdığına görə söhbət Rusiya banklarının Avropa bazarlarında səhəm satmasına qadağa qoyulmasından gedir. Bu sanksiyalar ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sərt olacaq. ABŞ iyulun 16-sında Rusiyanın 2 bankına qarşı sanksiya tətbiq edib, Avropa Birliyinin sanksiyaları isə bütün Rusiya banklarını əhatə edəcək. Bu saat olan xəbərlər bu qədər. Xəbərləri mən çatdırdım. Vaqif Məmmədli, Azadlıq Radiosu az saytında hər gün yeni xəbərlərlə tanış ola bilərsiniz. Saytımıza mobil telefonla da baxmaq olar. Bundan başqa bizi Facebook və Twitterdə izləmək olar. YouTube portalında isə videolarımıza baxa bilərsiniz. Sadəcə Azadlıq Radiosu yazmaqla bizim bütün sosial şəbəkələrdəki səhifələrimizə girə bilərsiniz. Azadlıqda qalın.